Qara suyun ondan çox əməliyyat növü var. Zənn etməyin ki, qara suyun müalicəsi yoxdur. Çox önəmli bir əməliyyat icra edəcəyik indi. Pasiyent üçün çox əhəmiyyət daşıyan bir əməliyyatdır. Tək yeganə gözü var və yeganə gözündə terminal qlaukom, yəni hədsiz dərəcədə inkişaf etmiş qara su var. Təzyiqləri biz müayinə etdiyimizdə 70 idi. Halbuki normal göz təzyiqi hardasa 10-20 arası olmalıdır. Hal-hazırda pasiyentdə 70-dən endirmişik. Xüsusi dərman müalicəsi ilə 30-40 civarı arasındadır. Bu pasiyentin cəmi 20% dar boru kimi bir görməsi qalır. Əgər əməliyyatı icra etməsə, bu pasiyent 5-6 ay içində tamamilə işıq duyğusunu belə itirəcək. Yəni, işığın hansı səmtdən gəldiyini belə görməyəcək. O ki, qaldı gözünün əl hərəkətini, göz qabağındakı əl hərəkəti, onu belə görməyəcək. Onun üçün bu əməliyyat onun görməsini qorunması üçün, gələcək ömrü üçün çox əhəmiyyətlidir. Qara su əməliyyatı yoxdur, qara su müalicəsi yoxdur deyib də bu qədər uzun gözləməyin, bu həddə gətirməyin xəstəliyi. Daha erkən mərhələdə gəlməklə çox daha uzun və çox daha konforlu bir həyat sürə bilərsiniz. Gecikdiyiniz halda bizim işimiz çox çətinləşir. Adətən bu əməliyyatları yerli eğitim altında icra edirik, amma pasiyentin əhəmiyyətli, yəni tək gözü olduğu üçün və əməliyyatda xəta payını ən aza endirmək üçün, ən azından pasiyentə bağlı xətalar, yəni hərəkətləri, sıxmaları ən aza endirmək üçün ümumi eğitim altında almağı tərcih etdim. Əməliyyata başlayaq. Qara su mirvari su ortaq əməliyyatındakı ilk mərhələ gözdə bir pəncərə açmaq. Bu ağlı qışamız skleradır. Bu bir qapaqcıq olacaq. Buradan qara suyumuz süzülərək gözü tərk edəcək. Təzyiqimiz normaya düşəcək. Mükəmməl bir qapaqcıq açdıq. Görsənir. Çox gözəl. Hal-hazırda bu qapaqcığın ömrünü artırmaq üçün xüsusi maddə yerləşdiririk. Vitamin adında. Qapaqcığımızın ömrü daha uzun olsun, bağlanmasın deyə. Bu pasiyentimiz Yasəmən xanım, sənin əməliyyatını YouTube-da izlədim, ürəkləndim, yeganə gözüm var, sənə gəldim demişdi. Qara su pasiyentləri üçün əslində uzun zamandır video çəkmədiyimin fərqinə vardım. Daha çox flaq, daha çox ICL ya da lazer əməliyyatını paylaşırıq. Halbuki gündəlik fəaliyyətimizdə çox fərqli, maraqlı əməliyyatlar da icra edirik. Onun üçün sırf Yasəmən xanım üçün bu əməliyyatı çəkmək istədim, başından sonuna qədər. Bu mayeyi yerləşdirdiyimiz maye 2 dəqiqə qədər gözdə qalacaq. Mirvari suyu ilə əməliyyatımıza devam edirik. Mirvari suyu tam yetişmiş deyil bu pasiyent, amma bir daha əməliyyat olsun istəmirəm. Ona görə kombinə ortaq əməliyyat icra edirik. Və beləliklə mirvari su əməliyyatını bitiririk, göz içində linzamızı yerləşdiririk. Əməliyyatın əvvəlində başladığımız qara su əməliyyatının final mərhələsini göstərirəm sizə. Xüsusi bir alət əlimdə, punch adı. Bu punchla baxın bir delik açılır. Bu delikdən göz içi maye gözü tərk edəcək. İkinci göz bəbəyini əmələ gətirək. Bu da bizim ikinci göz bəbəyimiz. Onu da yaratdıq. Buradan maye tamamən gözü tərk edəcək. Buraxaq. Bir test edək. Buraya, bu flebin altına baxaq. Biz mayeni verdikcə oradan maye çıxır. Baxın. Bizim verdiyimiz viskoelastik maddələri gözü tərk edir, maye dövran edir. Dolayısıyla bizim açdığımız fleb işə yarayacaq. Əməliyyatı bitiririk, sonra bir neçə tikişimiz var. Əməliyyatı tamamladıq, linzamız, ikinci göz bəbəyimiz, qara su kanalımız. Əməliyyat sonrası burada bir yastıqcıq yaranacaq. Burası hər zaman qabarıq olacaq, bir kista kimi. Çünki oradan gözü maye tərk edəcək. O da filtrasiya yastığı adlanılır.